لا إله إلا الله محمد رسول الله علي ولي الله علي ولي الله. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطاهرين. صل على محمد وآل محمد. ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. نحمده ونستعينه. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bu əzadarlığı İmam Hüseyin əleyhissalama xatir əla dərəcədə qəbul eləsin inşallah. Allah İmam Zaman ağanın göz yaşlarına xatir bu göz yaşların öz dərgahında əla dərəcədə qəbul eləsin inşallah. Muhammed al-Muhammed xatirinə bu cəmdə əyləşənlərin tamamən müşküllərin həll eləsin inşallah. Bu cəmi buradan əli boş yola salmasın inşallah. Tamamən İmam Hüseyin əleyhissalama harda əzadarlıq edirlər, ehsanat verirlər, məclislərinə köməklik edirlər, məclislərdə iştirak edirlər, əzadarlıq edirlər, mərsiyələr oxuyurlar, rozalar deyirlər. Möminlər özləri gəlməkləri ilə iştirak edirlər. Muhammed al-Muhammed xatirinə Allah Teala heç birisinin əli boş yola salmasın inşallah. Allah bi abruy Muhammed və bi ehtiram Zəhra axırıncı məhərrəmimiz qərar verməsin inşallah. Allah Teala bu göz yaşların zəxirə-i axirət qərar versin inşallah. Muhammed al-Muhammed xatirinə Allah Teala İmam Zaman ağanı qəlb-i nazəninin bu məclislərə görə, bu məclisə görə bizdən razı, xoşnud eləsin inşallah. Allah Teala onun o gözü yaşlı duaları da bizim barəmizdə qəbul eləsin inşallah. Bəzi yerlərdə boş yerlər var, mən görürəm, qardaşlar gəlirlər, sonra qapıdan qayıdırlar. Hamı istəyir bu məclisdə iştirak eləsin, feyz aparsın, adını İmam Hüseyin əleyhissalamın dəftərinə yazsın. Ona görə kimin qarşısında boş yer var, gəlsin qabağa ki, arxada yer açılsın, gələnlər rahat otura bilsinlər. Ölənlərimizin ruhuna, öz salamatçılığıza salavat zikr eləyə inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed və accil. İnşallah proqramımız belədir. Bu əzadarlıqdan, gözəl əzadarlıqdan, qəşəng rozələrdən və mərsiyələrdən sonra bir miqdar mən söhbət eləyim inşallah. Namaza da 1 saatdan biraz artıq vaxt qalıb inşallah. Bir miqdar mən söhbət eləyəcəm. Ardıcan ziyarət-i aşura oxuyacaq. Ondan sonra inşallah namazımız var, namaz qılacaq. Və möminlər, məclisə gələnlər təbiətən 100% hamısı namaz qılandı. Amma ehyanən də bir nəfər namaz qılmayan da olsa belə, çünki İmam Hüseyin əleyhissalamın məclisində elə hamı iştirak edib, o da durub cərgədə, arxada bir namaz qılanlara özün qoşsa inşallah Allah tövfiq verər ona İmam Hüseyin əleyhissalama xatir, o da gələr namaz qılanların cərgəsindən olar inşallah. Və namazdan da sonra ehsanatımız var. Möminlərin hamısından xahiş olunur ki, deyansınlar, ehsanatdan da istifadə eləsinlər, təbərrük eləsinlər. Ondan sonra inşallah gedərlər yeni axşam həmişəki vaxtında məclisimiz var. Tamamən yer üzündə qurulan məclislərin, xüsusən o qəriblər ki, iltimas eləyib, onların məclislərinin və onların müşküllərinin həll olmasına, məclislərimizin qəbul olunmasına, İmam Hüseyin əleyhissalamın ağanın həqiqi dostlarından olmağımıza salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed.
Muhammed ve Acil. Dünənləri axşam biz söz verdik ki və əvvəlcədən də danışmaq ki, söhbətimiz imamət barəsində idi. Bu günləri İmam Hüseyin əleyhissalamın minada oxuduğu xütbəni sizin nəzərinizə çatdıracaqdıq. Dünənlərdə günorta cümə namazında, cümə günündə o xütbənin əvvəlin ki, keçən cümələrdə oxumuşduq və axır hissəsin dünənki cümədə oxuduq və bir kəlmə orada İmam Hüseyin əleyhissalamın sözü qaldı ki, mən dedim bu bir kəlmə qalsın. Ondan sonra inşallah o ki, insanlara bu əsl söz demək məqsədi var idi, o sözü başlayaq inşallah oxumağa. Bu söz ki, mən indi oxuyacağım İmam Hüseyin əleyhissalamın adından və onun kəlamından. Bu hamımızın tanış olduğu sözdür, hamımızın eşitdiyi sözdür ki, Həzrəti Peyğəmbər dedi ki, İnni tarikum fikumus səqəlin kitabəllah və itrəti və innəhuma ləm yəftəriqa hətta yərdə ələyyəl hovzə. Ki, bunu hamınız bilirsiniz ki, İmam Hüseyin əleyhissalam dedi, mən sizin içərinizdə 2 dənə qiymətli, bahalı, əmanət ya 2 dənə ağır şey qoyub gedirəm, onlar heç vaxt bir-birindən ayrılmayacaq, ta Hovz-u Kevsərdə mənim yanıma gələnə qədər. Bu hədis neçə cürə varid olubdur rivayət kitablarımızda, eyni mənanı verir, ibarətlərində bəzən bir-birində fərq var ki, və bəzisinin də ibarətində əlavələr var ki, məsələn, əgər deyir, onlara təməssük eləməsöz, əgər onlara çəng vurmasöz, heç vaxt hidayət ola bilməyəcəksiniz. Ya haçan onları bir-birindən ayırsınız və nə vaxt desöz ki, Peyğəmbərin əhl-i beyti ayrı bir şeydir, Qur'an ayrı bir şeydir, yenə həlak olacaqsınız. Çünki onların biri siqili əkbərdir, biri də siqili əsğər. Biri elə bir böyük, qiymətli bir şeydir, biri ondan fərq cəhətindən biraz kiçik qiymətli şeydir. Yəni, Allah Həzrəti Peyğəmbər bunları bir-birindən bu cürə miqdar cəhətindən ayırıb, amma hər ikisini də təkid edib ki, hansından ayrılsınız, yenə həlak olacaqsınız. Nə Qur'andan və Əhl-i Beytdən qabağa keçməyin, nə də ki, Qur'andan və Əhl-i Beytdən geri qalmayın. Geri də qalsınız, həlakətdəsiniz, qabağa da keçsiniz, zəlalətdəsiniz. Bəzən adam bir səfərdə geri qalanda həlak olar, gedin məqsəd başına çata bilməz. Qabağa da gedəndə onun elə ən yüngül işi olar ki, zəlalətə düşər, biraz da uzaqlaşar, azar və gedər, məqsəddən biraz da uzaqlaşar, ta gəlib neyləyə bilməz, məqsədə çata bilməz. Bunu Həzrəti Peyğəmbər deyib və bunu hamınız bilirsiniz. İmam Hüseyin əleyhissalam da o ki, dünənləri oxuyurduq, Allaha an verirdi cəmaatı, sizi an verirəm Allaha, Peyğəmbərdən bu sözü eşitmişsiniz ya eşitməmişsiniz, hamısı da deyirdi, eşitmişik. Və axırıncı bu sözü də Həzrəti Peyğəmbər, həmin ki, sizin içərinizdə əmanət qoyub gedirəm, bu sözü də Həzrəti İmam Hüseyin əleyhissalam an verdi Allaha, sizi an verirəm Allaha, siz bu sözü Peyğəmbərdən eşitmişsiniz ya yox, hamısı qalu nəəm, hamısı dedilər ki, ya yəbnə Rasulullah, ya Hüseyin, biz bunu hamımız Peyğəmbərdən eşitmişik. Pəs Peyğəmbərdən siz eşitmişsiniz ki, bizdən ayrı düşsüz və Qur'andan ayrı düşsüz, zəlalətə və həlakətə yetişəcəksiniz, dedilər, bəli. Bizim birimizdə, yəni ya Əhl-i Beytdən, ya Qur'andan ayrı düşsüz, həlakətə yetişəcəksiniz və zəlalətə yetişəcəksiniz, yenə təsdiq elədilər, bəli. Bu 2 dənə varlıq, Natiq-i Qur'anla Samit-i Qur'an Həzrəti Peyğəmbərin biz üçün qoyduğu bir dənə yol idi ki, biz neçə gündə onun barəsində danışdıq ki, o yoldan çıxmaq birbaşa insanın zəlalət və həlakətinə bərabərdir ki, bunu biz hamımız bilirik və buna imanımız var və buna əqidəmiz var. Mən keçən dəfə söhbətlərimizdə tanımaq məsələsində, mərifət məsələsində, hətta İmam Hüseyin əleyhissalama ağlayanda, sinə vuranda, zəncir vuranda,
onu tanıyıb, başa düşüb, sonra sina vurmaq, zəncir vurmağın üstünlüyündən danışdım sizə. Təqribən 4 dənə, mən keçən aşuraların birində, dəqiq hansıdasa yadımda deyil, 4 dənə şərt var hər hansı bir məqsədə çatmaqdan ötürü. 4 dənə şərtimiz var hər hansı bir məqsədə çatmaqdan ötürü. O məqsəd fərq eləmir hansı məqsəd olsun. İstər Allahı tanımaq olsun, istər Peyğəmbəri tanımaq olsun, istər din tanımaq olsun, istər hər hansı bir başqa nəsə bir məqsəddirsə, insan istəyir ona çatmağa 4 dənə əməliyyatdan, 4 dənə mərhələdən keçməlidir. Onun biri axtarışdır. Allahı tanımaqda da axtarış şərtdir. Allahı tanımaqdan ötürü axtarış eləməsən, Allahı tapa bilməyəcəksən. Allahı tanımaqdan ötürü axtarış eləmədən Allah tapsın, düz Allah tapmayacaqsan. Ona görə bizim İslamımız, bizim Qur'anımız, Allah deyir ki, biz sənə Qur'anı göndərdik, bil bəyyina və bil burhan. Bəyyinələrlə, dəlillərlə və burhanlarla. Yəni, tam şəkildə açıq aydın bəyyinə, məsələn 2 nəfər adil şəhidə də bəyyinə deyərlər, bu qismi də burhan da əqli dəlilə. Ki biz Qur'anı sənə göndərdik burhanla, yəni əqli dəlillə və şahidlərlə və Qur'anda da görürsünüz ki, dəfələrlə nələr olub, Allah təkrar edib ki, nədir? Biz sənin Peyğəmbərliyə filan kəs şahiddir. Sənin Peyğəmbərliyə əhli kitab getsinlər, öz kitablarından şəhadət gətirsinlər, dəlil gətirsinlər. Və orada əhli kitabın İncilində, Tövratında sənin adınla orada zikr olunub. Bu bəyyinədir, burhan da insanların əqli dəlilləridir. Ona görə birinci axtarış vacibdir və əqli dəlillə, ağılla, düşüncə ilə qəbul eləmək lazımdır. Əgər ağılla, düşüncə ilə qəbul olunmasa, ya heç qəbul olunmayacaq, qəbul olunsa da gələcək bugünkü dünyanın bütpərəst dindarları kimi və qeyri-batil olan dindarlar kimi insanın dini olacaq və ona uyğunda bir Allahı olacaq, ya Allahı olacaq, ona uyğunda bir dənə dini olacaq. Özlərinlə, məsələn, Zərdüştlər bir cür gəldilər, keçən dəfə dedim, bir fikrə düşdülər, düşündülər, getdilər Allahdan yüksək bir Allah, mafovqa Allah bir şey təsəvvür elədilər. Bu Allahı da ona xidmətçi qərar verdilər. Ərəbistanın bütpərəstləri Allahı yerində qoydular, bütləri düzəltdilər, getdilər, neynədilər? Allahın xidmətçiləri və Allahın bəndə arasında vasitələri qərar verdilər. Hərə bir cürə, hərə bir formada. Ona görə bəyyinə və burhanla axtarmaq lazımdır. Dəlillə axtarmaq lazımdır. Tohidi tapanda, ondan da sonra ki, xəbərin, muxbirin sözü sadiq olan, doğrucul olan bir xəbərçinin sözü gəlib sənə çatsa, ondan sonra sən nə edə bilərsən? Ona qəbul edib inana bilərsən. Peyğəmbər özü bəyyinə və burhanla gəldi. Bəyyinə və burhanla gəldi. Peyğəmbəri təsdiq edən həm şəxslər oldu, həm kitablar oldu, həm də Həzrət Peyğəmbər özü neynədi? Əqli dəlillər gətirdi. Hələ möcüzəsindən əlavə. Əqli dəlillər gətirdi, əqli burhanlar gətirdi, möcüzələr də onun yanında. Və onunla sübut elədi həm dini, həm də özündən sonra 2 dənə ağır şeyin vəsiyyət ünvanında vəsiyyət elədi və dedi ki, əgər bunlara təməssük eləməsəz, əgər bunlardan uzaq düşsəz, onda nə edəcəksiniz? Zəlalətə düşəcəksiniz. Bir dənə misal deyim sizə. Bir zaman Bəni İsrail gəldi, neynədi? Həzrəti Musa gəldi Bəni İsrailin yanına, qovmuna Allah tərəfindən bir dənə Peyğəmbər. Bəni İsraildə 2 dənə şey baş verdi ki, müsəlmanlarda Əhl-i Beyt barəsində 100% həmin o 2 dənə şeylər baş verdi. Həzrəti İsa Şüeyb Peyğəmbərin yanından qayıdıb gələndən sonra Bəni İsrailə əvvələn Fironun gözünün, Bəni İsrailin gözünün qabağında
Fir'ona özünün haqq olmağını sübut elədi. Həm bəyyinə ilə, həm burhanla, həm şahidlə onların möcüzəsini məhv elədi, onların caduları məhv elədi, əsası əcdaha oldu, yədi beyzası var idi Həzrəti İsa'nın, Həzrəti Musa'nın. Ondan da sonra dəlillərlə, subutlarla danışıqda birbaşa əqli dəlillər gətirdi, Fir'onun qabağında Fir'onu məğlub elədi. Eyni Həzrəti İbrahim kimi. Həzrəti İbrahimə dedi, sənin Allahın necədir? Dedi, mənim Allahım öldürür, dirildir. Bir nəfəri azad elədi, bir nəfəri öldürdü, dedi, mən də beləyəm, Nəmrud. Ondan sonra Həzrəti İbrahim dedi ki, mənim Allahım günəşi məşriqdə çıxardır, sən Allahsansa onu məğribdə çıxart. Fəbuhitəlləzi kəfər. Kafirlər hamısı sustular, bir söz tapanmadılar, dedilər, atın bunu o da. Musa da onun kimi həm şahidlər gətirdi, həm də əqli dəlillər gətirdi. Fir'onun sehrin batil elədi, ondan sonra əsasını əcdah elədi, ondan sonra da Fir'ona qayıt dedi ki, bir şey ki, sən yeyirsən, içirsən, ifrazatın var, nəyin var, yatırsan, durursan. Bu yollarla Fir'onun batilligini Fir'ona subut elədi. Bu da Bəni İsrailin gözünün qabağındaydı. Hətta Fir'onun bilirsiniz, o cadugərlər ki var idi, hakimiyyətin yaşadırdı. Onlar özləri birinci Musaya iman gətirib və Həzrəti Musanın nübüvvətinin ilk şəhidləri onlardan ibarət oldu. Bu bəyyinə və subutdan sonra Həzrəti Musanın qovmunda iki dənə şey baş verdi. Ondan birincisi ibarət idi nədən? Həzrəti Musa Fir'onla qutarandan sonra ki, gəldi, Fir'on onu qovurdu, dəstəni qovurdu, keçəndə Nildən bunlar keçdi, Qur'anda ayə var, Fir'on qərq oldu Nildəki, onun da ayəsi var. Bunlar məmur oldular, getsinlər, Əmaliqə adında bir tayfə ilə müharibə eləsinlər ki, onları zərərsizləşsinlər. Getdilər, onlar yekəpər adamlar idi. Musanın qoşunu kənardan görən kimi bir-iki nəfər qorxdu, qalanların hamısına neynədi? Şək saldı qəlblərinə. Və Musaya dedilər ki, İzhəb əntə və rəbbuka fəqatila. Allahı da götür, get, özün onlarla müharibə elə. Biz onlarla neynəməyəcək? Müharibə eləməyəcək. Getmədilər. Həzrəti Musa bir neçə nəfər ixlaslı insanlarla getdi, onları məğlub elədi, qayıtdı, gəldi öz vətəninə. Qayıtdı, gəldi. Mən bir dənə təkrar eləyim sözümü. Bəni İsraildə iki şey baş verdi. Eyni ilə İslamda da həmin iki şey baş verdi. Amma Bəni İsraildə baş verən o iki şey müddətli oldu. Müddətli, müvəqqət oldu. Çox az bir müddətli oldu. Amma İslamda hələ də davam eləyir o. Hələ də davam eləyir. Buradakı Bəni İsrailə Həzrəti Musanın haqq olmağı, Allah tərəfindən məmur olmağı və Allahın əmri ilə bütün hökmləri icra eləməyi subut olmuşdu. O cümlədən də Əmaliqə ilə müharibəyə getmək, orada Bəni İsrail Musanın sözündən çıxdı, neynədi? Getmədilər. Musa getdi, onları zərərsizləşdirdi, qayıtdı, gəldi vilayətə. Qur'an-ı Kərimin ayəsidir, onlar 40 il Sina səhrasında sərgərdan qaldılar. Hamınız da bunu bilirsiniz. Qur'anın eyni ilə ayəsidir. Özdə bəzi rivayətlər yazır ki, onlar səhər ki, məsələn, Sovetskidən çıxırlar, gələlər vilayətə, məsələn, gedələr, məsələn, fərz eləyək, Səlyana, axşama qədər fırlanırdılar, yenə gəlirdilər, çıxırlar Sovetskiyə. Özdə azmağın bir neçə yolu var. Bu azmağın ən pis yoludur. Heç olmasa gedib bir yerə çatasan ki, bilməyəsən haradır, o biraz yaxşı şeydir. Nə? Ümid var ki, yaxındasan. Bəlkə məsələn, kəndin elə bu başıdır. Amma o ki, gəlirsən, səhər tərpəndigin yerə çatırsan və 100% bilirsən ki, sən bura vətənindən çox uzaqdır, o özü bir dənə əzab və məyus edici şeydir. Allah 40 il onları səhrada elə dolandırdı. Ondan sonra Həzrəti Musaya dedi ki, ged onları götür, gəl. Bunların bu günahının cəzası 40 ildən sonra tamam oldu. Bu bir məsələ idi, baş verdi. İkinci məsələ nə idi?
İkinci məsələ ibarət idi bundan ki, Bəni İsrail ki, Həzrəti Musadan çıxıb çöldə gəzib, yerdə bitən şeylərdən yemək istədilər. Mənim ibarətimlə desək, otlamaq istədilər. Dedilər, bu yeməklərdən bezdik biz, bu quş ətindən, bu toyuq ətindən, bu cürə şeylərdən Qur'anda ayəsi var. Qur'anda ayəsi var. Allah deyir, hazır quşları göndərir diyorların xidmətinə. Başlarının üstünə bulutdan kölgə salırdıq ki, istidə oturmasınlar, kölgədə oturub rahat istirahət eləsinlər. Bununla mənna və səlva quşları quş adı ilə də məşhurdur, başqa sözlər də deyirlər onların tərcüməsində ki, hələ onunla işimiz yoxdur. Hətta bunu möcüzə də olmasa, Allah bunları gətirib çıxartmışdı. Sina səhrası bilirsiniz də dəniz kənarıdır. Quşlar ki, soyuq ölkələrdən uçub gəlirdi, həmin yaz fəslinə düşmüşdü. Qış fəslinə ki, burada istirahət eləsin, okyanın üstündən uçub gəlirdilər, yorğun çıxırdılar bura. Allah da həmin vaxtda Musanın qoşunun gətirib çıxartmışdı orada, onlar elə əllərini atıb quşu tuturdular və kəsib yeyirdilər. Hələ möcüzəsinə də inanması olun, burası var 100%. Bunlar ona bezdilər, etiraz elədilər, küfran elədilər və Həzrəti Musaya dedilər ki, bizi çıxart şəhərdən sonra istəyirik biz neyniyək? Nə bilim, soğandan, sarımsaqdan, minbəqliha və qissaiha və fumiha və ədəsiha və bəğəliha, nə bilim, mərcidən, turpdan, sarımsaqdan, soğandan, belə-belə şeylərdən yiyək. Allah Teala orada dedi ki, siz yaxşını pislə əvəz elədiniz. Siz yaxşını pislə əvəz elədiniz. Biz sizə gül kimi neymətlərdən verirdik, siz heyvanatın yeməyindən istədiniz deyəsiniz. Dedi Musa, çıxart. Həzrəti Musa çıxartdı bunları çölə. Çıxartdı, getdilər bunlar, o istədiklərini elədilər, yedilər, içdilər, axşam şəhərə qayıdırlar. Bu da Qur'anda ayədir. Bilirsiniz ha bunu? Məqsədimi istəyirəm çatdıran bunları deməkdə. Şəhərə qaydanda Bəni İsrail qovmunun yaşadığı şəhərin bir dənə alçaq darvazası var idi. Oradan girəndə başı əyib girmək lazım idi. Həzrəti Musa dedi ki, siz ki buradan başınızı əyib onsuz da girəcəsiniz, rükû halında girəcəsiniz, bu adi daxil olmaq olmasın. Elə bunu Allah Teala siz üçün rükû hesabı eləsin deyibən, bir dənə hiddətun kəlməsi deyil. Çünki siz nafərmanlıq elədiniz, Allahın neymətinə küfran elədiniz, Allahın o neymətlərin bəyənmədiniz, günah elədiniz, çıxdınız indi çöldə, özünüz istədiyinizi elədiniz, indi bu günahın hesabına bu darvazadan girəndə bir dənə hiddətun kəlməsi deyil. Onlar da darvazadan girməyə məcbur idilər. Çünki evə gəlirdilər. Əyilməyə də məcbur idilər. Çünki darvaza alçaq idi. Hətta deyirlər, bəziləri özü dala əydi, belə sinəsin qabağa verdi də, qabağa əyilib girmədi. Belə girdi, o qədər inatkarlıq oldu onlarda. Və hiddətun, bəli, yəhudilərdə, hiddətun kəlməsinin əvəzinə hintətun kəlməsi dedilər. Tövbə kəlməsi əvəzinə buğda kəlməsini işlətdilər. Qur'anda ayə varımızdır Bəqərə surəsində. Fəbəddələl-ləzinə zələmu qovlən qeyrəl-ləzi qilə ləhum. O da Əhl-i Beytin şənində gələn ayədir. Həmin bu ayə Əhl-i Beytin şənində gələn ayədir. Allah Teala dedi ki, zalimlar onlara deyilən sözü başqa sözlə neynədilər? Əvəz elədilər. Bəni İsraildən bu da baş verdi. O, Həzrəti Peyğəmbərin ümmətində, biz müsəlmanlarda da baş verdi, amma çox qabarıq şəkildə, çox kobud şəkildə. O ki, Həzrəti Musanın qoşunundan və əmrindən çıxdılar, onlar getmədilər, 40 il sərgərdan oldular. Biz ümmətlə Həzrəti Peyğəmbərin inni tarikun fikumus səqələyn kitabəllah və itrəti innəhuma ləm yəftərqə hətta yərdə ələyyəl hoz vəsiyyətinə əməl eləmədik və Həzrəti Peyğəmbər də buyurdu ki, əgər onlara çəng vurmasız və onlardan ayrılsız və yaxud hər hansı birindən ayrılsız
birini tutsuz, o birisini bıraksız və əksinə eləsiniz, zəlalətə düşəcəksiniz. Həlak olacaqsınız. Geridə qalsınız, həlak olacaqsınız. Qabağa da geçsiniz, nə edəcəksiniz? Zəlalətə düşəcəksiniz. Bax, həmin ayə ki, Bəqərə surəsində sizə deyilən sözü başqa şeylə əvəz elə düz, o Əhl-i Beytin şənində olan ayədir ki, Allah burada bizə işarə edir. Musanın nağılını danışdı, qutardı. Sizə Peyğəmbər demişdi, Əhl-i Beytimə təməssük edin. Əvəz elə düz, Əhl-i Beyt qaldı, getdiniz başqalarının dalına. Ki, düşdünüz həlakətə. Nə oldu? Onlar ki, 40 il çəkdi, sizinki amba hələ 1400 ildə davam edir. Məlum, sizə ki, Peyğəmbər demişdi ki, məndən sonra 2 dənə kəlmə var. 2 dənə kəlmə var məndən sonra Peyğəmbər dedi. Bir Qur'andır, Kitabullah. İkincisi itrəti, mənim itrətim və Əhl-i Beytim. Bu 2 kəlmədən başqa heç bir kəlməyə qail olmayın. Siz ki, o 2 kəlməni, hətta ikisini də və bəzən Qur'anı da qoydunuz qırağa, onların yerinə başqalarını gətirdiniz, oturtdunuz. Hətta Peyğəmbər təsis edən azanın özünün də gətirdiniz, içərisinə söz saldınız və başqa məsələlər. Siz də Bəni İsrail kimi sizə deyilən sözü başqa sözlərlə neynədiniz? Əvəz elədiniz. Ona görə də Bəni İsrail düşən bəlaya düşdünüz və düşdük və görürük ki, düşmüşük. Amma təkrar edirəm, Bəni İsraildə biri 40 il çəkdi, ən dəhşətlisi. O birisi də yenə Bəni İsrail düzəldi də, amma Peyğəmbərin ümmətində o 2 şeydən təxəllüf eləməyə görə dünya və xüsusən də ümmət-i İslam 1400 ildir, hələ də həlakətdədir, hələ də zəlalətə gedir. Hələ də həlakətdədir, hələ də zəlalətə gedir. Hələ nə vaxta qədər də davam eləyəcək, biz bilmirik ki, İmam Zaman haçan gəlib o kəlmələri yerinə qoyacaq. Və Qur'anla Əhl-i Beyti yığıb bir yerə deyəcək, budur, bundan başqasından təbərri eləyəcək. Yaşayırsınız, budur. Bunu qəbul edirsiniz, yaşayacaqsınız. Qəbul eləməsiniz, yaşamayacaqsınız. Ona görə İbn Abbasdan hədis var, deyir, qeybət dövründən sonra ki, bizim qaimimizin İbn Abbas deyir, bunu, Həzrəti Əlinin, Həzrəti Peyğəmbərin yanında da vaxtında yaşayıb, ki, bizim qaimimiz qiyam eləyəcək, bir ev ki, kərpicdən olsun, daşdan olsun, parçadan olsun, ondan sonra ağacdan olsun, qamışdan olsun, nədən olursa olsun, hamısına nə olacaq? İslam daxil olacaq. Belə çıxır ki, həmin o 2 dənə səhvi ki, İslam ümməti eləyib, əmələ gətirib, bunlar hələ İmam Zaman gələnə qədər nə edəcək? Davam eləyəcək. Niyə görə? Çünki Peyğəmbərin 2 dənə əmrin nə edilər? Başqa şeylə əvəz elədilər. Və bunun kötüyündə nə diyandı? Vaxtında məlumdur. Bugün nə diyanır? Bugün həmin o sözümüz ki, əvvəldə dedik, 4 dənə şey lazımdır məqsədə çatmaqdan ötürü, onun da biri axtarışdır. Axtarmaq, təhqiq eləmək. Bu, bütün insanın vəzifəsidir. İnsan səhər-səhər çıxanda axtarış və təhqiq eləyir ki, hansı marşruta minsəm, ondan daha tez gedib neynərəm? Məqsədimə çataram. Amma insan axirət dünyasına nə ilə gedib çataram, onu fikirləşmədən və düşünmədən qəbul eləyəndə, o heç vaxt gedib axirət dünyasına səadətli və xoşbəxtli nə eləməyəcək? Çıxmayacaq. Siz inşallah xanımların sakit olmağından ötürü bir salavat zikrilin. Allahümme salli ala Muhammed ali. Birincisi axtarış idi. Sonra mərifətdir. Ardıca mərifət gəlir, tanımaq gəlir. Bunun üstündən tez keçəcək. İkincisi mərifətdir. Gərək axtarış eləyəsən, ondan sonra nə eləyəsən? Gələsən, Əhl-i Beyti tanıyasan. Neçə günlərdir biz deyirik,
biz Əhl-i Beyti tanımamışıq. Biz Əhl-i Beyti tanısaydıq, Əhl-i Beytlə bu cürə rəftar eləməzdik. Əslən biz Əhl-i Beyti tanısaydıq, heç günah eləməzdik. Dəfələrlə eşitmişsiniz, İmam Sadiq ağadan soruşurlar, ağa siz niyə günah eləmirsiniz? Ağa cavabında nə deyir? Siz niyə nəcis yemirsiniz bəs onda? Deyir, ağa nəcis yeməli deyir ki, deyir, günah da eləməli deyir. Əgər biz həqiqətən İmam Hüseyin əleyhissalamı, İmam Sadiq əleyhissalamı tanımış olsaydıq, onlar günahdan, nəcisdən çəkindiyi kimi biz də günahdan elə o cürə neynərdik, çəkinərdik. İkinci şərt də mərifətdir, tanımaqdır. Üçüncü şərt, mən tez-tez üçün keçən illərdə bunu danışmışam, bəlkə yadınızda ola. Üçüncüsü də ibarətdir iqamədən. Baxın, biz hamımız evimizdə oturub, bundan da bəlkə artıq əzadarlıq eləyə bilərik, bundan da artıq ağlaya bilərik, bundan da rahat nə eləyə bilərik? Mərsiyə oxuyub, ən azı hamımızın evində texniki vasitələr var ki, onlarla rozalara da qulaq asarıq, moizələrə də qulaq asarıq, bundan da artıq ağlarıq, bunu biz eləyə bilərik. Amma o yaşamaqdır. Müsəlmanın, müminin, şiənin vəzifəsi yaşatmaqdır, yaşamaq deyir. İqamədir. Quran deyir, əqimus salat. Namazı qılın demir ki, deyir, namazı qaim eləyin. Namazı yaşadın. Ona görə namazı yaşaması ilə namazın yaşatması fərqli-fərqli məsələlərdir. Necə məsələn, adi bir dənə söz deyim, hamız qəbul eləyəcəksiniz. Hamız qəbul eləyəcəksiniz. Soruşursan, filan kəs necə adamdır? Deyir, özü üçün yaşayan bir dənə adamdır da. Hamının nəzərində müsbət adamdır, mənfi adamdır. Hamının nəzərində müsbət adamdır. Filan kəs necə adamdır? Deyir, adamdır da. Yəni, adamdır da, yəni adam deyir də. Bala, niyə? Deyir, nə xeyirdə əli var, nə şərdə əli var. İmam Hüseyin əleyhissalamda indi xütbəsində onu deyəcək. Deyəcək, o, ay siz müsəlmanlar, ay siz mollalar, nə elmüzün zəkatını verdiniz, nə malınızın zəkatını verdiniz. Bu boyda zalim padişahın altında nə bir nəfərlə düşmənçilik elədiniz, nə də bir dənə taifə ilə heç olmasa üz-üzə gəlmədiniz. Bəs siz nə iş gördünüz, nəyə karsınız? Hə, o adama deyirlər, xeyrə şərə yaramaz adam. Niyə? Ancaq özü üçün yaşayır. Bir namaz ki, ancaq elə öz namazlığını saxlayacaq, Allah o namazı istəməyib. Bax, Qur'andan dəlili də deyəcəm. Allah Qur'anda, Peyğəmbər deyir, əmudud dindir, dinin sütunudur, sütun özünü saxlamır. Özü ilə bir yerdə, bax, bu boyda məscidi də saxlayıb. Bu bir. İkinci məsələdə, Qur'an deyir ki, əs-salatu tənha ənil fəhşai vəl münkər. Namaz bütün batini və zahiri günahların hamısından insanı saxlayır. Pəs bu, yaşadır, yaşatmır. Əqimus salat budur. Üçüncüsü də nə oldu? İqamətdir. Allah Qur'an-ı Kərimdə deyir ki, qumu lillah. Allaha görə iqamə eləyin, Allaha görə yaşadın. Yaşamağa nə var ki, qarışqada yaşayır. O səndən məndən yaxşı yaşayır. O səndən məndən yaxşı yaşayır. Özdə Qur'an-ı Kərimdə Allah insanı nə qədər danlayıb, 2 yerdə, 3 yerdə tərifləyib, 50 yerdə pisləyib, zəlumən cəhula deyib, bir yerdə Qur'anda qarışqanın adı gəlib, onda da nə edib Allah Teala? Tərifləyib qarışqanı. Əli əleyhissalamın xütbələrinə baxın, şiq-şiqiyyəsindən tutdu, o birisindən, bu birisindən tutdu. Nə qədər xütbələri var, səkələtkə ummuk deyib, anon matəmində əyləşsin insana deyib, veyləkə deyib, vay olsun sənə deyib, əşbahər rical deyib, arvat deyib Əli əleyhissalama, Əli əleyhissalam cəmaata. Əşbahər rical, yəni ay kişiyə oxşayanlar. Yəni zahirən kişisiz, həqiqi kişi deyirsiniz. Nəhcül Bəlağədə Həzrəti Əli bu sözü işlədim. Amma Həzrəti Əlinin qarışqa barəsində bir dənə xütbəsi var. Adam deyir, kaş elə mən də qarışqa olaydım. Həzrəti Süleymanın hakimiyyətinin müxalifləri ola-ola, Həzrəti Süleymanın hakimiyyətinin ədalətli olmasın,
ədalətli olmasın, insanlar tərəfindən qəbul olunmayan halda Allahın qarışqaları Həzrət Süleymanın hakimiyyətinin ədalətli olmağına neynir? Şəhadət verir. Qarışqanın biri elə ki, görür Süleymanın qoşunu gəlir, nədir? Deyir, qaçın girin yuvavza, Süleymanın qoşunu bilməz sizi taplar. Bu, hökumətin ədalətinə şahidlik verməkdir. Yəni, bilə-bilə sizi neynəməz? Tapdamaz. Baxın, la yəhtimənləkum Süleymanı və cunudu. Bir nəfər Önər qardaşlardan biri danışdı. Bunu eşitməyiz qəşəkdir. Mən də ziyarət-i Aşuriyyə vaxt saxlayacağım. Əgər çatdırmasam, axşam inşallah danışarıq. Biri teyb özdə müasirlərdən. Həmişə nədir? Qur'andan irad. Bu adam anası bunu süd verib, dil öyrədəndən başlayıb elə Qur'anın əleyhinə danışmağa. Qur'andan səhvlər tutmağa. Nə qədər axtarıb, tuta bilməyib, gəlib axırda həmin la yəhtemənləkum Süleymanı və cunudu. Süleyman sizi və Süleymanın qoşunu sizi sındırmasın. Sındırmasın sizi. Deyir, tapdım dəlilin. Sındırmasın nədir? Qarışqa sunan şey deyir ki, qarışqa əzilər. Elə deyir. Ot sınmaz ki, ot əzilər də. Bunun üstündə day yaxasın cırır, sözlər eləyir, danışır, nəm konferanslar getirdi, nə. Axırda bir dəfə konferansın birində, da çox cüziyyatına keçməyim, bir nəfər gəlir, bunu da qonaq aparır özü ilə, gecə orada qalır. Orada bunun təcrübəsi ilə məşğul olur ki, bu da həşarətlərlə nədir? Məşğuldur. Və burada söhbətin üstü açılır, həşarətlərin içərisində bəziləri var ki, onlar əzilmirlər, onlar sınırlar əyaqatda qalanda, onlardan da biri qarışqadır. Sözün bu ingilisdə deyir. Bu da yeri gəldi dedim bunu, ki eşitməli bir sözdür. Amma qarışqalar Həzrət Süleymanın hökumətinin ədalətinə nə verdi? Şəhadət verdilər. Onlar dərk elədilər Həzrət Süleymanı. Qumu lillah nədir? Gərək dərk eləyəsən, ondan sonra yaşadasan. Amma insan bədbəxt hələ də dərk eləmir. Elə bilir ki, elə mənim namazım məndən ötürüdür. Day başa düşmür ki, bu namaz yaşatmaqdan ötürüdür, yaşamaqdan ötürü deyir. Namaz əgər yaşasa, o heç fayda verməyəcək. Amma namaz yaşatmalıdır. Ona görə hədəfə çatmağın 3-cü şərti də nədir? İqamədir. 4-cü şərti də bunu gərək hamınız özünüz biləsiniz. 4-cü şərt də istiqamətdir. Axtardın, tanıdın, iqamən oldu, iqamə olandan sonra gərək nə də ola? İstiqamət də ola. İmam Hüseyin əleyhissalamın və yaranının, dostlarının hamısında bu var idi. Hamısında bu var idi. Bax, İmam Hüseyin əleyhissalamı tanımışdılar. Məlum, tanımışdılar ki, ətrafındaydılar da. Elə deyir, tanımışdılar ki, ətrafındaydılar. Və Kərbəlada birinci döyüş başlananda düşmən tərəfi bir anlığa sevindi. Bəlkə də bu sözü eşitməyibsən. Diqqət elə, düşmən tərəfi bir anlığa sevindi. Niyə? İmam Hüseyin əleyhissalamın xeymələrinin qabağında biraz qarışıqlıq düşmüşdü. Bunlar sevindilər ki, bəlkə də bunlar bir-birini qırırlar. Amma məsələ bilirsiniz nə idi? O deyirdi, mən gedim birinci, bu deyirdi, mən gedim birinci. O deyirdi, mən gedim birinci döyüşə, bu deyirdi, mən gedim. Bunun hesabına səs, hakü qalxmışdı orada. Onlar da elə bilirdi ki, bir-birini qırırlar. Bədbəxtlər. Görürsünüz, tanımışdılar, hamı istəyirdi Allahın yolunda və İmam Hüseyin əleyhissalamın qarşısında birinci neynəsin? Şəhid olsun. Axtarmışdılar, tanımışdılar, özdə Kərbəlaya nəyə gəlmişdilər? Yaşamağa? Kərbəlada yaşamaq yox idi ki. Dünən dedim, o İngilis deyir, hamı bir dəfə doğulub, bir dəfə ölür. Amma İmam Hüseyində bir dəfə baş verib. Doğulub, amma ölməyib. Kərbəlada yaşamaq o mənada yox idi. Orada ölmək var idi, hamı da öldü o mənada. Amma bunlar
Kərbəlada gəlmişdilər yaşatmağa, iqamə eləməyə. Necə də ki, görürsünüz, iqamə elədi. İslamda böyük şəhidlər olub. Həmzə-i Səyyid-i Şühədə olub, Cəfər-i Təyyar olub, kimlər olub. İslamda çox məzlumcasına şəhid olanlar olub. Tarix boyu peyğəmbərlərdən Həzrəti Yəhyanın başını mişarla kəsdilər. Amma Kərbələdəkilər bir dənə məktəb yaratdılar. Bir dənə sinif yaratdılar orada. Bir təlim, tərbiyə keçdilər dünya üçün. Bütün şəhidlərin hamısının məktəbin yaddan çıxartdırdılar. Və bütün şəhidlərin məktəblərinin hamısı gəldi, mündəric oldu, qaldı bu Kərbəla məktəbinin və İmam Hüseyin əleyhissalamın şəhadət məktəbinin nəyində, kölgəsində. Hətta görürsən biz Kərbəlaya misal da vuranda yenə Kərbəlanın özündən misal vururuq. Başqa yerdən misal gətirməli də bir şey yoxdur. Mən bir dənə söz deyim, çoxlarının acığına gələcək, sizin xoşunuza gələcək. Hətta biz peyğəmbərlərin özünə misal vuranda biri-birindən misal vururuq. O peyğəmbərə bu peyğəmbərdən, bu peyğəmbərə o peyğəmbərdən. Amma yeganə məktəbdir ki, Kərbəlaya Kərbəlanın özündən misal vururuq. Nə deyə bilmirik Həmzə kimi, nə deyə bilmirik Cəfər Təyyar kimi, nə deyə bilmirik Həzrəti Yəhya kimi. Niyə? Kərbəladakilərin hamısı elə bir mislidədirlər ki, onlar onun üçün misal ola bilmir. Elə deyirik Əli Əkbər Əbəlfəz əleyhissalam kimi döyüşdü. Cənab-ı Qasım məsələn Əli Əkbər kimi döyüşdü. Bax elə bir-birindən misal gətirilir ora. Və məktəbinin də misli heç yerdə yoxdur. Bəlkə bir məktəb göstərəsiz, bir hovza göstərəsiz, bir universitet göstərəsiz, bir qurum göstərəsiz. Tarix boyda Kərbəlaya oxşayır. Düzdür, tarixdə çox inqilabçılar Kərbəlanı özünə ülğu və nümunə götürüb müvəffəq olublar, Mahatqandı kimi məsələn. Amma yenə Kərbəla ara o hara. Kərbəla ara o hara. O sadəcə nümunə götürdü, işin qura bildi. Məlum. Pəs Kərbəladakilar gəlmişdilər yaşamağa, yaşatmağa. Axırıncısı da ibarət idi istiqamətdən. İstiqamət, yəni möhkəm dayanmaq. Allah Teala Qur'an-ı Kərimdə deyir: İnnellezine qalu Rabbunallah ya ellezine qalu Rabbunallah summəstəqamu. Al ya Rabbunallah deyən nə qədər var yer üzündə? Belə yuxuz gəlmir ki. Rabbunallah deyən elə birəm ürəklə qulaq asmırsınız, belə Yəmənə elə gəlir. Ya ürəklə qulaq asırsınız, bir dənə salavat zikr edin. Allahümme salli ala Muhammed və ali. Yer üzündə nə qədər Rabbunallah deyənlər var? Həddindən artıq. Həddindən artıq. Amma keçən dəfə Məhərrəmin əvvəlində də dedik. Çün o Rabbunallahların hamısının haçarı İmam Hüseyin əleyhissalamdır, imamətdir. O cəhətdən bir şey yoxdur. Bundan da əlavə Rabbunallah deməyin heç bir faydası yoxdur. Ardıcan Rabbunallah deyib istiqamət lazımdır. Allah Peyğəmbərə buyurdu. Baxın, Peyğəmbərə Allah dedi ki, vəstəqim kəma umirtə. Sənə necə əmr olunub, elə də istiqamətin olsun. Peyğəmbər, gəldin, bu mərhələləri keçdin, tanıdın bizi, mərifət tapdın, mərifətin özdə tükənməzdir, dəryadəhəzdir, meyraca da gəldin, yaşatdın da, yaşadırsan da, bərpa da elirsən, hakimiyyət da elirsən, amma istiqamətin olsun. Amma istiqamətin olsun. İstiqamət ən çətinidir. Ən çətinidir. Həzrət Peyğəmbər dedi ki, şəyyəbətnin Hud. Hud surəsi məni qocaltdı. Niyə? Bir dəfə Peyğəmbərin tək Allah özünə demişdim, istəqim, möhkəm ol cinan, kəma umirtə. Necə ki, sənə əmr olunub. Həzrət Peyğəmbərdə bir problem yox idi, elə möhkəm idi də. Elə deyir. Amma ikinci ayə ki, Hud surəsində Allah Teala Peyğəmbərə dedi ki, fəstəqim məəlləzin amənu. O iman gətirənlər var ha sənin ətrafında, onlarla istiqamətin olsun. Tək Peyğəmbərlik olmadı. Peyğəmbər məcbur oldu, bunları da müstəqim neynəsin? İstiqamətdə saxlasın. Buyurdu ki, şəyyəbətnil Hud. Şəyyəbətnil Hud.
Hud ayəsi, Hud surəsi məni qocaltdı. İndi gəl bunları neynəginən? Möhkəm saxla da. Buna görə də, məhz buna görə də, bax bir dənə diqqət elə bu sözə, məhz buna görə də İmam Hüseyin əleyhissalam deyir, and ola Allaha, Cəddin Peyğəmbərin də başında sizin kimiləri yox idi. Hamınız bunu eşitmişsiniz, dünən də dedim. Ey mənim əshabım, Cəddin Peyğəmbərin, atam Əlinin və qardaşım Həsənin başında sizin kimi səhabə olmayıb, and ola Allaha. Niyə görə? Çünki İmam Hüseyin əleyhissalam zərrə qədər onların istiqamətində zəhmət çəkmədi. Amma Əli əleyhissalamın ürəyi parça-parça oldu. Dedi, Allah sizin ürəyinizi yandırsın, mənim ürəyimi yandırdınız. Yayda cihada çağırdım, dediniz işlidir. Qışda cihada çağırdım, dediniz soyuqdur. Gör siz nə dərəcədə öz qeyrətinizi işlitirmişsiniz ki, bir dənə şəhəri, Maviyənin adi bir dənə məmuru əskəri 5-10 nəfərlə gəlib bir dənə şəhərin hamısını qılıcdan keçirdib, sizin birinizin dəyanəti, bir nəfəriz onun qabağına silahla çıxmamışsınız. Yandırdınız dedi mənim ürəyimi. Allah ürəyi, ona görə deyir əşbahər rical, ay kişiyə oxşayanlar. Ya Həzrəti Peyğəmbər özü gecə gündüz ağlayırdı. Neçə yerdə Allah Peyğəmbərə deyib ki, narahat olma, əziyyət çəkmə, ondan sonra darıxma, təəccübə düşmə, ondan sonra nə bilim, neynəməcinə, əziyyəti özü salma, Taha və ma ənzəlnə iləykəl Qur'anə li təşqa. Ey Peyğəmbər, Qur'anı sənə göndərməmişik əziyyət çəkməkdən ötürü. Dəfələrlə bunun hamısında Peyğəmbər əziyyətə salırdı özün ki, Allah Teala bu sözləri deyirdi. Amma Kərbəlada İmam Hüseyin əshabının görün necə istiqaməti var idi. Bir dənə xütbəsində İmam Hüseynin ki, bu kitabda var o xütbələrin hamısı. Aşura günü, Tasu axşamı, dünənki gündüz və neçə gün Kərbəlaya gələndən sonra İmam Hüseyin əleyhissalamın xütbəsi olub. Cəmi bir dənə xütbəsində İmam Hüseyin əleyhissalam deyib ki, ey mənim yaranım, ey mənim dostlarım, ey mənim səhabələrim, necə varsınız elə o cürədə dayanın. Yəni, istiqamətiniz yerindədir, onu da saxlayın. Baxın, əgər desəydi ki, istiqamətiniz olsun, filan olsun, mənası bu olardı ki, nədir? İstiqamət yaradın özünüzdə. İmam Hüseyin əleyhissalam və bizə eşitdirmək istəyirdi, dünyaya eşitdirmək istəyirdi. Mən heç kimi ora məcbur gətirməmişəm. Bunların istiqaməti yerindədir. Bunlar yerində olan mömindirlər, yerində olan mücahiddirlər ki, görürsünüz mən bunlara, heç yerdə İmam Hüseyin onlara dedi ki, qorxmayın. Heç o xanım Zeynəbə yada da bəzən deyir, Roza xanlar İmam Hüseyin əleyhissalam dedi, qorxmayın. Xanım Zeynəb kimdən qorxacaqdı? Nədən qorxacaqdı? Öz deyirdi, əhd eyləmişik səhnədə bahəm olaq biz. İmam Hüseyinlə əhd eləmişdi, səhnədə bir yerdə olaq. O nədən qorxacaqdı? Ola bilər uşağaya da, amma o ailədən gələn heç uşağa da adam inanır ki, onun da bir qorxusu olur. O uşağın birinin 13 yaşı var idi, dedi, baldan da şirindir də şəhadət mənim üçün. Özdə getdi, əzrəqlə 4 dənə də oğlun cəhənnəmə vasil elədi. Tək-təkə də qalanda elə müvəffəq idi, intası onlar ədalətlə müharibə eləmirdi. Biz ağlayırıq bir öz günahımıza, bir də ona görə ağlayırıq ki, bunları ədalətlə rəftar eləmədilər, zülm elədilər, izharı təzəllüm eləyirik. O işçi xanım Zəhra məhşərdə eləyəcək. Biz ağlayırıq ki, narazıyıq onların elədiyi işinə ki, qiyamətin günündə bizi də əks zərgədə aparıb neynəməsinlər, saxlamasınlar. Onların hamısının istiqaməti yerində idi, hamısı möhkəm idi. Heç birinin də moizəyə, nəsihətə ehtiyac yox idi. Bir yerdə İmam, amma deməklə bizə bildirmək istəyirdi ki, bax bunlar yerində idi ha. Bir yerdə deyir, ey Yuhannas, ay cəmaat. Cəmaat kim idi? Kim cəmaat var idi orada? Baxın, İmam Hüseyin əleyhissalam hər yerdə dostlarım, səhabələrim, ondan sonra kim, bu cürə danışırdı. Amma bir yerdə deyir, ey Yuhannas. Pəs onda məqsəd belə çıxır ki, xitab Kərbəlada ətrafdakılarına deyir, ümumi dünyayədir və o əks tərəfdə durandadır.
Deyir, nə bağlanmışsınız bu dünyaya? Ay bədbəxtlər. Hazihid dünya qəntərətun. Bu dünya körpüdür. Bir dəstəsini cəhənnəmə aparacaq, bir dəstəsini behişdə. Niyə bağlanmışsınız bu dünyaya? Bu körpüdən gec-tez keçəcəksiniz. Ömər Sədin dalında durubsan, ay məlun, səni bu körpü behişdə aparacaq. Ya çıxmayacaqsan bu körpüyə. Məcbursan bu körpüyə çıxacaqsan. Bax, İmam Hüseyin əleyhissalam bu sözü onların istiqamətinə dəlalət edir. Pəs yığaq sözümüzü ki, tanımaq lazımdır, axtarmaq lazımdır, tanımaq lazımdır. Baxmayaraq ki, bu günləri biz Aşura günündə burada oturmuşuq, ağlamışıq, sinə vurmuşuq. İndi də ziyarət-i Aşura oxuyacaq inşallah bir 5 dəqiqədən sonra. Sonra da namaz qılacaq. Bax, onunla belə yenə də bizə əl axtarış lazımdır. Əqidəmizin dərinlikləri var, getmək lazımdır ora. Mərifət lazımdır, yaşatmaq lazımdır. Ondan da sonra nə lazımdır? İstiqamət lazımdır. Bu xütbəni başlamağı mən başlayacağım axşam inşallah. Sonra imamın üstündə də qismət olsa ardın danışaram. Amma bir dənə söz var, ancaq onu deməyə vaxt çatdırıram. O söz də ibarətdir Əyyamullahdan. Baxın, Allah günü. Baxın, Allah günü. Allah Qur'anda bir neçə dəfə xitab edir. Bir də əməyə diqqət edin, hara gedirsiniz? Burada oğlan, amma yemək də burada, içmək də burada. Ev külfətlicə hamımız burada oğlan, hara gedirsiniz? Oturmuşsunuz da. Dəstəmaz da inşallah alarsan da, vaxt var. Elə bir neçə yerdə Əyyamullah deyib Allah Teala. Onların ikisini Həzrəti Musa'ya deyib. İkisini Həzrəti Musa'ya deyib. Baxın, ayəni oxuyuram. Və izqalə və ləqəd ərsəlnə Musa bi ayatina. Həqiqətən biz Musanı öz möcüzələrimizlə göndərdik. Ən əxriz qovməkə ilən nur. Qovmu ged zülmətdən neynəcilən? Xaric eləcilən nura. Buradadır da. Qovmu xaric eləcilən nura. Və zəkkirhum bi əyyamillah. Və Allahın günün onların yadına salcınan. Biz Musanı göndərdik qovmuna, bu ikinci göndərişdə. Təzədən, yəni bu göndərmək şeydən, Mədayindən gəlmək deyil. Bu göndərmək, yəni dur ayağa get, onları yığ, başa sal bu bədbəxtləri. Biz onları, Musanı göndərdik qovmun üstünə ki, get onları neynəcilən? Xaric eləcilən nura, yəni zülmətdən çıxart, daxil eləcilən nura, fəzəkkirhum bi əyyamillah. Və onların yadına Allah günlərini sal. Onların yadına Allah günlərini sal. İnnə fî zâlikə lə âyâtin li kulli səbbarin şəkur. Bu Allah günün yada salıb düşünmək bütün səbirli və şükürlü adamlar üçün bir dənə nədir? Nişanə və əlamətdir. Bu səbrin və şükrün əlamətidir. Və ağıllı adamın əlamətidir ki, Allahın əyyamın gərək neynəsin? Dərk eləsin. Bu bir dənə söz, ayə, əyyamullah. İkinci, elə yenə həmin bəhsin ardındadır. Və izqalə Musa li qavmihi uzkuru ni'mət. Allahın hansı, baxın, bir dənə də mənə baxın. Allah ki, Həzrəti Musa'ya deyirdi, Həzrəti Musa'ya deyirdi, ged qovmuğa Allah günlərin yadına sal. Qovmun yadına Allah günlərini sal. Onları ayılcınan denən Allahın günlərin yadınıza salın. Allahın günü hansı gün idi? Allah hansı gündən danışırdı? Ümumiyyətlə bu yevmullah hansı gündür ki, Qur'anda ondan ad çəkilib. Bax, bu ayəni oxuyandan sonra biz yevmullahlar hansıdır onu biləcək və əsl yevmullah hansıdır onu biləcək. Bu ayədə deyir və izqalə Musa, Musa durdu gəldi. Allahın əmrindən gəldi qovma tərəf. Və izqalə Musa li qavmihi uzkuru ni'mətillah aleykum. Ay bəni İsrail, ay müsəlmanlar, Allahın sizə verdiyi neməti yadınıza salın. Hansı neməti? Bunlar indi ayədir, amma elə bir cavab verir də. Hansı neməti? Allah bizə nə verib?
Mümkün daha həyasız olsun adam desin, Allah, eşidirsiniz da Allah mənə nə verib? Filancası milyonları var, mənim bir köpüyüm yoxdur, külbaşı var. Allah dedi ki, əgər mömin dözə bilsə, milçəyin qanadı qədər belə ona ceyləmələ. Dünyanın və malının milçəyin qanadı qədər Allah yanında, mənim yanımda qiyməti yoxdur. Əgər möminlər səbr eləyib dözə bilsəydilər, kafirlərin dirəklərin, evlərinin, divarlarının o qədər imkan verərdim ki, qızıldan tikərdilər. Amma möminlər səbr eləyə bilməzlər, çıxarlar Allahın səltənətinin altından. Ona görə eləmirəm. Hansı neməti yad eləyək, ya Musa? Bir yadınızdan çıxıb, İz ənzəynakum min ali Fir'aun. Bəyəm nə tez yadınızdan çıxdı? Biz sizi ali Fir'aundan nicat verdik. Yəsumunəkum su'əl əzab. Fir'aunun məsələsi yadınızdan çıxıb, sizə yəsumunəkum əzab verirdi, su'əl əzab. Pislik eləyirdi, özdə əzabın, pislikin ən pisin. Ki, dəfələrlə eşitmişsiniz ki, mehtər işlədirdilər bunları. Arvatların xadimə işlədirdi, özlərində at mehtəri işlədirdi Fir'onun cəmatı. O Qibtilər Həzrəti Musanın qovumun, yəni Bəni İsraili. Bu tək budur, tək budur. Yəsumunəkum su'əl əzab, sizə əziyyət verirdi, əzab verirdi, özdə çox pis əzab. Yüzəbbihunə əbnayəkum və yəstəhiyyunə nisayəkum. Sizin oğlan uşaqlarınızın diri-diri Fir'on başını kəsirdi və qızlarınızı saxlayırdı, kəniz işlətsin özləri üçün. Və fi zalikə bəlaun min rəbbikum əzim. Bu ən böyük bir dənə bəla idi. Bu ayəni də eşitdiniz. Yığışdırıram sözü. Bundan qabaqki ayə nə dedi? Dedi, Əyyamullahı Musa, ged onların yadına sal. Musa da gəldi, dedi ki, Əyyamullahı yadınıza salın. Əyyamullah hansı gündür? Ya Musa, bizim yadımızdan çıxıb. Dedi, o gündür ki, Fir'on və ətrafı sizə ən pis zülmü eləyirdi və sizin oğlanlarınızın başını kəsirdi, qızlarınızı kəniz saxlayırdı. Bu gündür. Əyyamullah bu gündür. Musa Bəni İsrailə dedi. İndi sizi an verirəm Allaha, özünüz qəzavət eləyin. Aşura ən böyük Əyyamullahdır ya Bəni İsrailin o günü Əyyamullahdır. Siz Musa ilə İmam Hüseyni müqayisə eləməyin. Yezidlə Fir'onu müqayisə eləyin. Həmin işin 10 qatın Yezid əmələ gətirirdi. Şərab içirdi, qumar oynayırdı, meymunla millətin namusun əskərinə halal eləyirdi. Allahın bəndələrindən düşmən kimi rəftar eləyirdi İmam Hüseyin əleyhissalam deyir. Zindanlarında o qədər insanlar, haqq deyən insanlar yatırdılar ki, dediyim kimi kül verirdilər yeməklərinə, kül qatıb verirdilər. İmam Hüseyin əleyhissalam Aşura günündə həmin zülmüdən insanları qutardı. Aşura günü bəşəriyyətin ən böyük zülmdən qutaran günüdür və bəşəriyyətə ən böyük zülmlərdən hansı yolla qutara bilərsiniz dərsinin deyilən günüdür. Ona görə də Aşura günü Yevmullahdır, ən böyük gündür. Ki Allah bizə qismət eləsin, onun inşallah qədrini bilək. Mən 2 dənə dua eləyim, Hacı Rahib də gəlsin bura ziyarəti Aşuranı başlamağa. Allah Muhammed Ali Muhammed xatirinə bizi bu Aşura günündən, bu gündən, bu əzadarlıqdan əli boş yola salmasın. Bi abruyu Muhammed və bi ehtiram Zəhra bizi İmam Hüseyin əleyhissalamı həqiqi zəvvar və həqiqi əzadar qərar versin. Bi abruyu Muhammed və bi ehtiram Zəhra Allah Teala tamam günahlarımıza qələmi əffi çəksin. Bağışlamamış bizi dünyadan aparmasın. Dünya və ahirətdə İmam Hüseyin əleyhissalamın ziyarət və şəfaətindən binəsib eləməsin. Muhammed Ali Muhammed xatirini nəslimizdən, bə'di nəslimizdən İmam Hüseyin əleyhissalamın özünə, yoluna düşmən qərar verməsin. Bi abruyu Muhammed və bi ehtiram Zəhra Allah Teala tamamen burada olan göz yaşlıların nə mətləbləri var İmam Hüseyin əleyhissalamın adı ilə, əli ilə onu əda eləsin inşallah. Yer üzündə tamam əzadarların hamısının istəyini əta eləsin. Xüsusi iltimas eləyiblər Allah xanım Zeynəbin bugünkü gününə xatir tamamen onların müşkillərini həll eləsin. Allah Muhammed Ali Muhammed xatirinə halaldan bollucu ruzu qismət eləsin. Bərəkətli uzun ömür əta eləsin.
Özündən möminlərdən başqa bizi heç kimə möhtac eləməsin. Allah bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Muhammed Ali Muhammed xatirinə Allah Teala ağamız İmam Zamanın qəlb nazəninin bizdən razı, xoşnud eləsin. Zuhurunda təcil eləsin. Bizi o ağanı sevənlərdən, onun rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyək.